Kənd vloqu part 1 ilə qarşınızdayım. Kənddə günlər necə keçir, bir axşam rutinimizi sizinlə paylaşıram. Burada qaynanam axşam üçün yemək hazırlayır. Kotlet qızardır, mən də onu çəkirəm. Suyumuz gəlmədiyi üçün çeşmədən su gətiririk. Mən də vedrəni götürüb çeşməyə su gətirməyə gedirəm. Vedrəmi doldururam, belə qaydıram. Bizim sular çox vaxt gəlmədiyi üçün çeşmədən çox istifadə edirik. Burada isə qaynanam xalçaları yuyub, sərib. Evimizin altından isə belə çeşmə suyu axır, səpsərin olur. Mən də axşam üçün belə lavaş çörəkləri sulayıram. Burada isə artıq kotletlər hazırdır, qızarmağa başlayır. Çörəkləri sulayıb yuxarı qalxıram və yanında vermişil bişirəcəm. Aşağıda mətbəx olmadığı üçün qaynanam özü üçün belə bir şərait yaradıb. Artıq yemək hazırdır. Mən də yuxarı qalxıb qazana biraz yağ əlavə edirəm və spagettini bölüb, doğrayıb qazana əlavə edirəm. Biraz qızardıram, üzərinə su əlavə edirəm və qoyuram bişməyə. Burada isə artıq lavaşlar islanıb, onları bükürəm. Qaynanam isə yeməyi bişirib yuxarı gəlir və salat hazırlamağa başlayırıq. Salatları hazırladıqdan sonra isə artıq spagetti də hazır olduqdan sonra yeməkləri boşqablara çəkirik və axşam yeməyimizi yeyirik. Daha sonra isə küçəyə çıxıb qonşularla biraz söhbət edirik. Daha sonra yenidən çeşmədən su doldurub evə qayıdırıq. Daha çox belə vloqlar üçün səhifəmi izləməyi unutmayın və rəylərdə mütləq fikirlərinizi bölüşün.